Aprelin 12-sində Macaristanda keçirilən parlament seçkiləri ölkənin siyasi mənzərəsində köklü dəyişikliklərlə nəticələnib və 16 illik Viktor Orban hakimiyyətinə son qoyulub. Bu hakimiyyətin getməsi Azərbaycanda da demokratiya tərəfdarlarını sevindirdi. Orban hakimiyyətinin getməsi Əliyev iqtidarı üçün niyə məyusluqdur? Keçmiş baş nazir Viktor Orbanın Azərbaycan prezidenti İlham Əliyevlə enerji münasibətlərinə və siyasi müttəfiqliyə əsaslanan çox yaxın münasibətləri var idi. Həqiqətən Macaristan və Azərbaycan dost və strateji tərəfdaşdılar. Orbanın rəhbərliyi altında Macaristan Avropa İttifaqı daxilində Azərbaycanın ən ardıcıl və bəzən yeganə müdafiəçisi rolunda çıxış edib. Müstəqil analitiklər bu dəstəyin arxasında Budapeştin iqtisadi dividend qazanmasını şərh ediblər. 2023-cü ildə Qarabağda keçirilən hərbi əməliyyatlardan sonra Avropa İttifaqının 27 üzvü adından Azərbaycanı kəskin qınayan və sanksiya siqnalları verən birgə bəyanat hazırlanmışdı. Rəsmi Budapeşt bu sənədə veto qoyaraq onun Avropa İttifaqı bəyanatı kimi deyil, yalnız Josep Borrell'ın şəxsi ofisinin mətni kimi yayılmasına nail oldu. Bu sənədin hüquqi və diplomatik icra qüvvəsini əhəmiyyətli dərəcədə zəiflətdi. Avropa Parlamentində mütəmadi olaraq qaldırılan sanksiya təşəbbüsləri Avropa İttifaqı Şurasına daxil olduqda Macaristan tərəfi bunun regionda sabitliyə zərər vurduğunu əsas gətirərək müzakirələri dondurmağa nail olub. 3-cü Respublika Platformasının qurucu heyətinin üzvü Yadigar Sadıqlı deyir ki, son dövrlər Macaristanla Azərbaycan hakimiyyətinin mövqeləri çox da üst-üstə düşmürdü. Rusiya ilə çox ciddi münasibətləri, çox mehriban münasibətləri var idi və məlum oldu ki, seçkilə bağlı məlum oldu ki, həm Xarici İşlər Naziri, həm Baş nazir Orban özü Avropanın qapalı iclaslarından Rusiyaya məlumatlar verilmişlər. Rusiya ilə məsləhətləşib bir müəyyən hadisələrdə bir-iki addımlar atılmışlar. Və bütün bunlar təbiidir ki, demokratik düşərgə də bir mənalı olaraq Rusiya əleyhində olub, hərçənd Ali Kərimlini bu günləri tamam başqa bir iddiamlarla həbs ediblər. Ona görə biz daha çox bu baxımdan, həm Avropa Birliyinin Ukraynaya yardım baxımından, ümumiyyətlə proseslər budur, Ukrayna müharibəsi Rusiyanı zəiflətməsi, Rusiyanı çökdürməsi baxımından. Sir deyil ki, Rusiya bu müharibədən qalib çıxarsa daha güclü olacaq və Azərbaycana daha böyük təhdid olacaq və bizə bunu təbii ki, istəmirik. Bu baxımdan əlbəttə ki, Ukraynanın qalib gəlməsini istəyirik və bu məsələdə Macaristanla Azərbaycan hakimiyyətinin mövqeləri o qədər də üst-üstə düşmürdü son vaxtlar. Çünki Rusiya, Azərbaycan hakimiyyəti ilə Rusiya hakimiyyəti arasında bilirsiniz ki, son 2 ilə yaxın müddətdir ki, ciddi problemlər yaşanır. Amma Macaristan isə daha çox Rusiya ilə yaxınlaşma siyasəti yürüdürdü. Seçkilərin nəticəsini şərh edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi deyir ki, Orban Putinlə yaxın idi və Əliyev komandası Putin hakimiyyəti ilə əlaqələrinin pis olduğunu iddia edirsə, o zaman şərait yaratmalıdır ki, Azərbaycan hakimiyyətində də təmsil olunan Putin tərəfdarları hakimiyyətdən uzaqlaşdırılsın. Necə ki, Orban Putinlə daha yaxın idi, amma Əliyev və komandası iddia edir ki, Putinlə münasibətlər daha pisdir və Macar xalqı Putinin tərəfdarı olan Orbanı necə ki, yola saldı. Məncə Əliyevdə şərait yaratmalıdır ki, Azərbaycan xalqı Putinin əleyhdarlarını yola salsın. Necə ki, İlham Əliyev iddia edir ki, onun Putinlə münasibətləri, Rusiya ilə münasibətləri pisdir, yaxşı deyil. Təyyarə qəzasından sonra onun təyyarəsinə yönəlik provokasiyaları olmuşdu və bütün bunların hamısı əsas verir ki, bu seçki məsələsinin bir mexanizm kimi işlədiyini görsün Azərbaycan hökuməti də. Başlasın parlamentdən və yaxud da bələdiyyə seçkilərində seçki institutunun formalaşmasında və xalqın iradəsi ilə Rusiyanın buradakı emisarlarını yola salsın. Mən düşünürəm ki, bu da bir kontekstdir. Yəni, mən əslində Azərbaycan hökumətinin bu sualla üzrə olduğunu düşünürəm ki, əgər xalq doğrudan da yad elli təsirləri neytrallaşdıra bilirsə, bunun ən yaxşı nümunəsi Macaristan nümunəsidir. Onda Azərbaycan xalqına imkan vermək lazımdır ki, Azərbaycan parlamentindəki, dövlət aparatındakı yad elli ünsürləri uzaqlaşdırsın.